Salam əziz izləyicilər. Mən gənə məcbur oldum. Sosial Müdafiə Nazirinin mənə etdiyi haqsızlığa görə gənə məcbur oldum ki, cənab prezident ölkə basına müraciət edəyəm. Deməli, mən Ağdam rayon keçmiş məcburi köçkünü şəhid evladı 2-ci qrup Əlil Qurbanov Ülfət Əliqismətoğlu Bərdə rayonu 866 nömrəli qəsəbədə qalılan 1011 mənzil 19-da mən buradan Azərbaycan Respublikasının prezidentinə, vitse-prezidentinə, Azərbaycan Respublikasının baş prokurorluğuna və Azərbaycan Respublikasının devlət təhlükəsinə mənim müraciətim var. Mən deməli 23-ün asmasıyam. 2003-cü ildən mən hərbi zamanı asma bronkit olmuşam. Deməli 5-ci ilə kimi mən deməli hərbini qutarandan sonra mən 2004-cü ildə qutarmışam, 2005-ci ildən bəri devlət orqanlarına, cənab prezidentə, vitse-prezidentə, istifadimli kompresə getmişəm və rəhmətli anamla, ondan sonra məni cənab prezident və vitse-prezidentin göstərişi əsasından düz indiyənə kimi maniz olunam. Mədə, bağırsaq, asma. İndi mənimiz olsun ki, cənab prezident. Mən 2025-ci ildə mənim 15 ilim tamam oldu. 2-ci qrup əlillik alırdım. 2025-ci ildə mən Qəmsiyədən keçdim və Ağdam, Ağzəbədi, devlət xəstəxanasında 3 dənə, 4 dənə yatışlarım ola ildə. Mən Ağzəbədidən Qəmsiyədən keçdim, Ağdamdan Qəmsiyədən keçdim və mənim sənədlərim Sosial Müdafiə Nazirliyinə vuruldu. Mən də gözlədim ki, mən ömürlüyə keçəm, çıxam. Deməli, Sosial Müdafiə Nazirliyi götürdü məni 3-cü qrup elədi. İndiyənə kimi də müraciətlərim olur, şikayətlərim olanda bax, bütün hər yerdən də məktublar var, evdə də var, nə qədər məktublar var. Devlət təhlükəsindən məktub gəlir, deməli, prezident aparatından, vitse-prezidentdən, baş nazirdən da eləməliyim Azərbaycanda orqanlar yoxdur. Düz indiyənə kimi şikayət eləmişəm, deməli, mənə 4-cü ayda Sosial Müdafiə Nazirindən mənə zəng gəldi, prezident aparatından məktub gəldi, sonra devlət təhlükəsindən belə məktub gəldi ki, və bunlar deyir ki, yenidən bunun müalicəyə ehtiyac var. Getdi sənədinin təzələrinə bu 2-ci, 3-cü dərəcədədir, ortasından. Meriallar dəyişilib, geçsin bu təzələrindən yaxsın, sənəd gəlsin. Mən 2026-nın 4-cü ayında getmişəm, xəstəxanada yatmışam və 3-cü dərəcə mən sənədimi gətirmişəm ki, bu adam 3-cü dərəcə asma tipdir. Və yaxud da deyirlər 2 ilə 3-ün arasındadır. İndi mən gelib ağziyardan tutmuş bütün hər yerlərdən mən gelib 3-cü dərəcə. Ağır gedişli, xroniki və asılı vəziyyətdədir. Mən də, baba, bütün sənədlərimin hamısı buradadır. Ağziyardan belə, bütün sənədlərimin hamısı burada olurlar. İndi mən gözləmişəm ki, bu neçə ayda, bu müraciətlərdən, şikayətlərdən dədə girib xəstəxanada yatmışam, məni yollayırlar xəstəxanaya ki, get Bakı şəhərində dinamik xəstəxanalarına, müasir xəstəxanalar birində devlət xəstəxanaya yatmalısın. Getdim, hər yerdə yatmışam, ağız yerdə yatmışam. Bütün xəstəxanalardan belə, Çemaşqadan belə, əlimdə epikrizlərim olaraq, bütün sənədlərim olaraq. İndi mən getmişəm, Sosial Müdafiə Nazirinə zəng vurmuşam. Deməli, qaynaq həddinə. Orada getmişəm dünən dost mərkəzinə. Orada da olmuşam. Orada da açıb baxırlar ki, mənə orada onlara da sistemlə gəlib ki, müalicəyə ehtiyacı var. Mən cənab prezident, baş prokurordan, devlət təhlükəsindən xahiş edirəm. Mən şəhid evladıyam, mən zülüm çəkirəm. Məhədə, bağırsaq, beldə qirija, 3 dəfə əməliyyat olmuşam. Qirijadan olmuşam, sinir damardan olmuşam, qasıqdan. Əməliyyatlarım da var. Hər şeydə mən ağır gedişdə asmayam. 3 dənə yastıqda yatan bir insanım. İndi də baba, elfirin, gelib bütün bayımda baba dərmanları 10 gün bundan qabaq biri aldım, 10 gün bundan bunları Nisriyə gelib Atıyakar'da götürmüşəm. Sağ olsun, həkim yazır, yəni həkimim var burada. Yazır, ambulator marızələr allam yerdə. Tələdə marızələr çıxmışam. Səsim canım da batıqdır. Bax, elfirim, natır, xulur. Baba, bunlar, hamıdan hamısı da gelib özüm cebimdən pulunla almışam.
Hər ay gündə 3 dəfə mən 10 gündə bir müalicə götürürəm. Hər ay. Mən nə qədər müalicə götürməliyəm? Bax, mən xəstəyəm. Bunu görmürlər cənab prezident. İndi məlumatımız olsun ki, dünən maraqlanmışam ki, Sosial Müdafiə Nazirinin dost mərkəzində dedilər, bir də qaynar xəttinlərlə çıxmışam ona. Deyirəm, müalicəyə ehtiyac var, cənab prezident. Gelib xəstəxanada 10 gün yatıb gəlmişəm. Mən təzədən müalicəyə ehtiyacım var nədir? Mən təzə çıxmışam müalicədən. 4 dənə yatışım var, 3 dənə yatışım var, 2 dənə yatış var ildə. Mən təzə çıxmışam müalicədən, gəlmişəm evə, toxtamışam, bir də deyirlər müalicəyə ehtiyac var. Bunlar bizi ağrıya salır, bizi bunlar nə hesab edir? Cənab prezident, baba, mədə, bağırsa, var besiblər, salafanlarla, addelli mən müalicə olam. Bax, əsəb üçün dərmanlar. Mən bunlarla yaşayıram. Müalicəyə ehtiyacım var nədir? Müalicəyə zaten mən ildə 4 dənə pansiyona yatıram. Hər gündə, 10 gündən bir mən Bərdədə, Ağdamın həkimlərindən müalicə yazır, müalicə olunan, asma görə. Gündə 4 dənə elfinim uduram. İndi də mənə deyir ki, müalicəyə ehtiyac var. Dünən müalicəyə yazmıyor bu ki, müalicəyə ehtiyacı var. Bu nə deməkdir? Bu hansı devlətdə görsənir? Bu hansı bu səhiyyədə göstərir? Bu professor da bunlardan başı açmış deyil. Dünən müalicədən çıx. Gəl evə müalicəyə ehtiyacım var, mesaj gəlir. Dünən çıxmışam müalicəyə, bugün gedməliyəm müalicəyə. 10 gün yatıb gəlmişəm. Bunlar hansı bunun sistemləri nətər işləyir ki, dünən yatan müalicə bu günləri göndərirlər müalicəyə ehtiyac var. Hamıya heylə mesajlar yollayırlar, yalanlar. Çünki 15 ilin xəstəsini cənab prezident, baş prokurorluq Kamran Əliyevə mən deyirəm. Azərbaycan Respublikası Devlət Təhlükəsində mən Əmin Nağıyev cənablarına müraciət edirəm ki, dünən müalicədə yatırsam, bugün gəlsəm, hamıya bax elə mesaj gəldi, müalicəyə ehtiyac var. Bunlar sistemini görmüşsün, mən də bax müalicədən çıxmışam, bax gəlmişəm. Deməli, bunlar bütün yerlərdən məktub yollayırlar ki, bu gelib xəstəxanada yatmalıdır. Təzədən yerdən geçsin, ağırlaşma sənət gəlsin. Bir görə həqiqətən bunlar da bu 2025-də axırıncı əvvəl 2 dənə gətirmişəm. İndi 2026-da məni yolladılar ki, get pansiyona yat. Getmişəm 4-cü ay yatmışam, 5-ci ay sənədlərim vurulur. İndi gözləmişəm cavabı müalicəyə ehtiyacı var. Bu hansı alim göstərir? Bu hansı ölkədə belə göstərir ki, bunların belə saxta mesajları? Mən müalicədən çıxıb gəlmişəm, cənab prezident. Mən buradan xahiş edirəm Azərbaycan Respublikasının prezidentinə, Bizsa prezidentinə, yenidən devlət təhlükəsinə və baş prokurorluq Kamran Əliyevə xahiş edirəm, bu ölkədə bu şəhid ailələrinə belə zulüm verməsinlər, biz əlillərə belə zulüm verməsinlər, biz dərdimizi kimə deyək. Mən, bax, 3 ay bundan qabaq da mən Türkiye'nin prezidentindən məni bezdirlər ki, ondan sınıracaq istədim. Həm rəsmi, həm sosial şəbəkədə, bütün sosial şəbəkələrdə şikayətlər edirəm. Düz 2025'in axırından düz indiyənə kimi. Prezident aparatının kuratoruna, rayonlar üzrə kuratorundan bundan xəbəri var. Qiyas Yusufov, Ağdam İcra Hakimiyyətində xəbəri var. Hamısı maraqlanır. Deyir, ay qardaş, bu nədir? Səni başımı oynasınlar. Bax, sən yatırsan, gəlirsən. Mənim indiyənə kimi də sarı kağızlarım üzlərini dost mərkəzindən çıxartmışam. Bütün sarı kağızların üzləri buradadır. Mən neçə ildir mən pensiyalım. Mən 15 ilin pensiyası alalım, bir də keçib 16 yerə 3-cü qrup verirlər. 15 ilin pensiyası qeyri-qanunu keçirdiblər 2-ci qrupa. Sosialım oradan kəsilib. Uşaqlarım universitetdə oxuyur. Ailə üçün 5 nəfərdən ibarətdir. Biz dərdimizi kimi deyək. Mən o pensiyayla 250 manatdan mən dava dərmanımı alırdım. Allah bunlara nədə insaf versin. Cənab prezident, xahiş edirəm, məni Anar Əliyevin əlindən alın. Mən Sosial Müdafiə Nazirinin əlləri bərpa məclisdən mənim əlindən alın. Mənə zulüm verirlər. Mən qışqırmaqdan, çağırmaqdan, şikayət eləmədiyim orqan yoxdur, səsim də batıqdır. Mən neyniyim? Müalicəyə ehtiyacım var. Dünən çıxıram müalicədən, deyirlər ki, get müalicədə yat. Yatıram. Ağırlaşma sənət gəlsin. Təzələ sənətini vurdu. Getmişəm dost mərkəzinə. Dost mərkəzinə deyirəm ki, bax, sənətdə yazılır ki, ağırlaşma. Dəxlər 2 ilə 3-ün arasındadır dərəcəli. Bax, indi 3-cü dərəcəli. Get Parqenifiya. Getmişəm Parqenifiya. Ağdam xəstəxanası vurubdur. Ondan getmişəm Ağcabədirə, region olaraq. 5-3 gündən sonra. Ağcabədi kəmsiyə eləyibdir. 12 dənə həkim baxıb orada o adama. Deyirlər, qardaş, sən ağır xəstəsən. Mənə burada nə var ki? Bu da mənim ağırlaşma sənətim. Onlar da bax ki, ağır sənət. Dünənləri bu, deyək, 2025'də bu
2 ilə 3-cü dərəcədir Meriyanla. İndi 3-cü dərəcəni gətirdi. Dərəcə, mərhələ. Gətirmişəm ki, mən 3-cü mərhələyəm. 3-cü mərhələ ağır xəstəyəm. İndi mənim başıma cənab prezident oynasınlar. Sizdən artıq dərəcədə xahiş edirəm. Məni buradan Azərbaycandan defarsasiya edin. Çıxım gedim hansısa bir ölkədə kömək edin. İmkanım da yoxdur defarsasiya olub hansı ölkəyə getməyə. Ya da məni Sosial Müdafiə Nazirinin əlindən alın. Allaha and olsun. İnsanların başına oynasınlar. O kompüterə də dəqiqədən bir elə bir hazır qoyublar. Müalicə ehtiyacı, arkadaş, maddiyə ehtiyacım var. Allah sənə kömək olmaz. Lan Sosial Müdafiə Nazirine. Gedirəm də, getdim malsını yatdım gəldim. Müalicə ehtiyacım var, gedirəm. Yatıb gəlirəm. Ağırlaşma sənədlərlə gəlirəm. Bir ağırlaşma sənədlər. Deyirlər ki, mesaj. İndi Sosial Müdafiə Nazirine zəng vurmuşam. Deyir ki, qardaş, bu sağ yollayıblar ki, sən 3-cü qrupda qaldı, təzəli get müalicəyə ehtiyacı var. Mani olmalısan, mani olmuşlar. Təzə deyirəm ay xanım, mən təzə çıxıb gəlmişəm. Dünən yollamışım, bu gün də gəldim də. Deyək getdi, 10 gün yatdım, bu ayda gəldim. Ne oldu? Deyir, mən nağarım qardaş, mən neyiniyim? Dost mərkəzinə deyirəm, deyir qardaş, mən nağarım. Zəng vurmuşam Ağzəbədinin region üzrə, Vitekinə, direktorundan belə. Deyirəm, ay doktor, ben getdim, yatdım, gəldim də, ağırlaşma sənətlə gəldim. Deyir, ay qardaş, vallahi biz də qalmışıq belə. Ağdam'a deyirəm, Ağdam'da deyir ki, məxsus şəxslər, qardaş, vallahi biz də bunu təsdiq edir. Pesadına vurmuşuq ki, hə, bu adam xəstədir, ağır asmatikdir. Biz də burada təsdiq edəm, səni yoxlayın. Ağdam'a oradan deyir ki, mən təsdiq edəmişəm. Sosial Müdafiə Naziri bizim başımıza nə oynasın, cənab prezident. Xahiş edirəm, Azərbaycan Respublikasının deməli, baş prokurorluğundan, Azərbaycan Respublikasının devlet təhlükəsindən. Bunu bir maraqlanın, siz də araşdırın. Sizdə də bir elə məktublar yazdım. Məktublar mənə də gəlir ki, adiyyatı üzrə, sənədlərin gedibdir. Mağara Sosial Müdafiə Naziri 2-3 dəfə zəng gəlir ki, qardaş, heç də yatıb gəldim, biz də bu işlə maraqlanacaq. Tədinin mənə gəlir ki, müalicəyə ehtiyacım var. Bu hansı devlətdə göstərir ki, sən bunu yollayırsan, gedir xəstəxanada 10 gün yatır, 15 gün yatır. Evi gəlib çatan kimi deyir, müalicəyə ehtiyacım var. Və bu nədir? Bizi bağımlılığı yerinə qoyub oynadılar. Budur şəhid ailələrinə hörmət, diqqət, nə bilim, Sosial Müdafiə Nazirində inkişaf buradan gəldi, getdi, əlləri bərbası, gündüzü reklam edir, saytlarla, nə bilim, hər əlallı bir telefon Sosial Müdafiə Nazirinin işçiləri sayt açıb, o inkişaf buradan getdi, şahid ailası buradan getdi, Qarabağ əlli buradan getdi, əlləri diqqətlə sağlamışım. Yalan deyirlər cənab prezident. Anar müəllim yalan deyir Sosial Müdafiə Naziri. Bunlar oyun oynayır orada. Bunlar bilmirəm bizi nəyə qaramaq istəyir, bizi niyə diri-diri öldürmək istəyir. Artıq dərəcədə sizdən xahiş edirəm. Mənim gələn müraciətlərimi diqqətə alasınız. Yoxlayın görün. 2025-ci ildə getdim, qardaş, yatdım, yatdım. 2026'da dediniz get yat, gel çıxıb indi gəlmişəm. Ben nə qədər müraciət edeyim də, 5-ci ay gəlmişəm, bir tane müalicəyə ehtiyac var. Gelir yatacağım, gələcəm deyəcəm müalicəyə ehtiyac var. Ayrı bunları adamı başlar eləməkdə başqa şeydən əllərindən gəlmir. Artıq dərəcədə xahiş edirəm. Azərbaycan Respublikasının prezidentindən, bizzat prezidentindən. Bax, cənab prezident, Ukratorda bilir, Ukratorda müraciət eləmişdim. Gözəl insandır, sağ olsun, qiyas Yusuf bir. Ağdam İcra Hakimiyyətindən belə qarışdılar. Hamısı da görürlər ki, mən düzəm, düzün deyirəm. Amma nə olsun, onlar da çarəsiz qalır ki, bu Sosial Müdafiə Naziri bu vətəndaşların başına gəlir olsun. Siz də həmişə deyim ki, şəhid alərindən diqqət qaybı. Bu da bizə bunları dinlədiyi diqqət qaybı. Artıq dərəcədə xahiş edirəm. Məni cənab prezident qəbul edeyim məni. Artıq dərəcədə xahiş edirəm. Kamran Əliyevdən, cənab prokurordan, devlet təhlükəsindən xahiş edirəm. Məni çağırın ora, özümüz də bax, benim bütün sənədlərimə baxın görün mən saxtakaram yoxsa bundan saxtakardır. Artıq dərəcədə xahiş edirəm sizdən.